Azərbaycanda bütün insanlar bugün təhlükədədir. Azərbaycanda təhlükədə olmayan adam yoxdur. İstənilən vaxt sənin məsələn uşağın məktəbdən evə gəlir, yolda polis onu saxlayır, mindirir maşınına, aparır şöbəyə, həm döyürlər, heç bir günahı yoxdur, sadəcə məktəbdən evə gəlir. Eşidirlər ki, bunun valideynin pulu var, 5-3 manat pulu var. Aparırlar, döyürlər, sonra valideyninə zəng edirlər ki, bəs oğlun tutulub, gəl oğlum buraxdır buradan. O da nəyi var, pulu, bunun nəyi var, övladını gedib buraxdır. Yəni, bu bizim Azərbaycan polisinin gördüyü işlərdir. Azərbaycanda çox yayılmış bir məsələdir. Azərbaycanda heç kimsə sığortalanmayıb ki, nə bilim mən, polis səni şəhərləməyəcək. Dünyanın hər yerində insan deməli, həyatı təhlükəyə düşəndə hara gedir? Birbaşa polisin yanına gedir ki, məni müdafiə elə. Mənim həyatım təhlükəyə. Məsələn, mən indi Azərbaycandan bura killerə göndəriblər də Avropaya. Mən dərhal polisə məlumat vermişəm ki, killerlər gəliblər, mənim həyatım təhlükədədir. Onlar mənə müdafiə edirlər. Nə formada müdafiə edir, necə edir, özü bilər. Mənim ona aidiyyatı yoxdur. Hərdən bir də zəng eləyib, məsələn, bəzi şeyləri soruşurlar. Məsələ burasındadır ki, dəhşət burasındadır ki, Azərbaycanda bu günləri həbsxanada, Lənkəran həbsxanada olan qadını həbsxananın rəisi zorluyur və döyür. Necə? Zorluyur və döyür? Zorluyur və döyür, bəli. Həbsxanada olan qadını zorluyur və döyür, işgəncə verir. Şefi belə çəkir də. Ona görə də bu bizim orada həbsxanada yatan jurnalist qızlarımızın valideynləri bir etiraz səslərini qaldırıblar. Deməli, belə bir Abzas Mediada belə bir şey yazılıb. Abzas Medianın həbsdəki qadın jurnalistlərinin valideynləri rəis məhbusları otağında döyürsə, qızlarımızın can güvənliyi də sual altındadır. Belə bir yazı yazıb dünən Abzas Media. Deməli, bu hadisədən sonra yazıblar. Yazır ki, əgər rəisin otağında başqaları döyülürsə, yəni bunlar istəmirlər ki, zorlanırsa deməkdir. Həm döyür, həm zorlanır. Deməli, biz qızlarımızın da can güvənliyinə görə arxayın ola bilmərik. Həbsxananın rəisi Babək İskəndərov qadın məhbusları aparıb öz otağında, 2 qapılı otağında döyür. Bilmirəm, burada 2 qapılı nəyə nəzərdə tuturlar? 2 qapılı otağında döyür. Özü şəxsən zorakılıq törədirsə, onda biz o əməkdaşlardan hansı davranışı gözləyirik? Biz onun əməkdaşlarından hansı davranışı gözləməliyik? O sabah bizim qızlara qarşı da belə davrana bilər. Fərqi yoxdur, orada kim döyülür? Onlar da Azərbaycan vətəndaşlarıdır. Ona görə də biz Babək İskəndərovun cəzalandırılmağını tələb edirik. Övladlarımız Bakıda qeyddə olsa da onları Lənkəran həbsxanasına göndəriblər. Deməli, hökumət bilərək bunu edib ki, onlar zoraki rəisin tabeçiliyində olsunlar. Jurnalistlərin valideynləri belə deyirlər. Deməli, Abzas Medianın Lənkəran penitensiar kompleksində saxlanılan qadın jurnalistləri bu müəssisədə məhkumlara tətbiq edilən işgəncə halları ilə bağlı məqalə yazıblar. Təsəvvür edirsinizmi? Qızlar orada məqalə yazıblar. Burada deməli Lənkəran penitensiar kompleksi 2024-cü dekabrda keçən il təhvil verildi. Ona başqa məqsədlə tikmişdilər. Sonra oranı həbsxana elədilər Tofiq bəy və dəyərli izləyicilərimiz. Qadınlar üçün korpus isə 2025-ci sentyabr 3-də açılıb. Hazırda kompleks istinaf bölməsi idarəsində 10, cəzaçəkmə müəssisəsində 13 qadın tutaq saxlanıldığı bildirir. Kompleksdə ümumilikdə 1000 nəfərdən çox kişi dustaq cəza çəkir. Deməli, kişilərlə bir yerdə qadınlar da cəza çəkir və bu cəza çəkmə müəssisəsində məlumata görə gör nə deyir? İlkanə Bağırova, deməli, nəzarətçi sözlərinə görə rəis qadın məhkumun saçından tutaraq onu yerlə sürüyüb, qabrığa nahiyəsinə təpiklə vurub. Eyni zamanda döyülmə zamanı məhkumun şərəf və ləyaqətini alçaldan ifadələr də işlədib. İlkanə Bağırova bildirib ki, o və qadın korpusunun rəisi Zəmin Əliyev baş verən zorakılığa müdaxilə etməyib və hadisəni səssiz izləyiblər. Məlumata görə ertəsi gün döyüldüyü deyilən qadın məhkumun sol ayağında qançır izləri, qabırğa nahiyəsində şiş yaranıb. Həmçinin ağrıların şiddətindən korpusun həyətində huşunu itirərək yerə yıxıldığı qeyd olunub. Qadın məhkumun zədələrlə bağlı həkim müayinəsinə aparılmasını istədiyi, lakin bu tələbi yerinə yetirmədiyi bildirir. Yazda əlavə olunub ki, həmin qadın məhkum
hələ də tez-tez rəisin qəbuluna aparılır və təzyiq altında saxlanılır. Bəli, deməli məqalədə o da vurgulanıb ki, kompleksdə qadın məhkumlarla yanaşı kişi məhkumların da döyüldüyü iddia edilir. 1000-dən çox kişi məhkumu saxlandığı müəssisədə rejim üzrə şöbə müdiri Azər Bağırovun onlara işgəncə verdiyi bildirilib. Buradan Ədliyyə Nazirliyi bizə qulaq asır. Ədliyyə Nazirliyi, buyurun, bax bu adlar, bu da siz. Deməli, Lənkəran həbsxanasından adlar çəkilir ki, deməli, rəisin adı Babək İskəndərov, orada işgəncə verilənlərin adları burada bir çəkilir. Azər Bağırov, Zəmin Əliyev, Zamin Əliyev və s. və s. Buyurun, bax bu adlarla bağlı ölçülərinizi götürün.